Kimisi üçün qorxulu yuxu, kimisi üçün isə arzu. Sözlərin bu buraxılışında sənə tənha ölmək arzusu hekayəsini danışıram. Hekayə hal-hazırda ehtiyatda olan polkovnik leytenant Mərhəmət Abiyevin Yanğı kitabındandır. Kitabda müəllifin psixoloji üslubda qələmə alınmış hekayə və esseləri toplanıb. Kitab 1999-cu ildə Hərbi Nəşriyyatın mətbəəsində çap olunub. Nahar fasiləsindən sonra işə getməyəcəkdi. Demişdi ki, kənddə xəstə var, onu yoxlamağa gedəcək. Arvadının telefonda söylədikləri doğru olsaydı, heç sabah da qayıda bilməzdi. Xasiyyətinə xilaf çıxaraq evə çatan kimi hay-küy ilə çay-çörək istəmədi. Yuyunub sərinlənəndən sonra sakitcə çəkilib kresloda oturdu. Rahatca götür-qoy edə bilsin deyə qaşqabağını sallayıb sifətinə elə görkəm verdi ki, nəinki bir söz soruşmaq, hətta gözünə görünməmək üçün ona yaxın düşməsinlər. Amma bu nəzəri taktikası praktikada özünü doğrultmadı. Süfrəyə çay gəldi, çörək doğrandı, boşqab düzüldü. Etiraz etməyə belə macal tapmadı. Əslində hər gün beləcə yanğın komandası ilə icra olunan nahar dəstgahı həmişə onu hövsələdən çıxarırdı. Əvvəllər ona elə gəlirdi ki, onsuz da zəif olan əsəbləri ilə oynamaq üçün qəsdən ləng hərəkət edən arvadı bilərəkdən canını boğazına yığır. Bu gün isə hər şey tərsinə oldu elə bil. Bir hövsələn olsun da, dünyanın axırı deyil ki, deyə həmişə ərini sakitləşdirən gəlinin göz qırpımında süfrə açması heç ürəyindən olmadı. Nə qədər çalışsa da dilinin ucunda şaha qalxan sözlərin yüyənini dartıb saxlaya bilmədi. Deyəsən dünyanın axırıdır, hə? Və dərhal da peşmanlayıb yoldaşının nahaqdan sancdığını ört-basdır etmək üçün səsinə mehribanlıq qatıb dedi: "İşə getməyəcəm. Biraz gözlə, sonra yeyərəm." "Mən bilirəm getməyəcəksən, ancaq ora dəymək lazımdır. O gün də gedib gəlməyin heç yarım saat çəkmədi. Yaxşı düşməz. Camaatdan, qohumlardan ayıbdır. Həkim səhər-səhər deyib ki, vəziyyəti ağırdır. İraq olsun. Bəlkə heç gecəyə kimi yaşamadı." Daha mərəkə qoparmağa söz tapa bilmədi. Pencəyini geyinib tələsik həyətə düşsə də, arxadan çaparaq özünü yetirən sözlərdən yaxasını qurtara bilmədi. "Bir tikə çörək ye, özdə gedib çıqqı eləyib qayıtma. Bax, sonra heç kimin üzünə baxa bilmərik. Səni tanıyıram da, ac qarnına oturmağa hövsələn olmaz." Darvazadan çıxanda qolunun gücünü yoxlayırmış kimi qapını zərblə çırpdı. Taxta qapının qışqırtıya bənzər şaqqıltısı acığını soyutdu. Altdan qonşu həyətlərə baxdı. Deyəsən belə səfeh hərəkətini görən olmadı. Bunu bəxtinin kiçicik uğuru sayaraq bir qədər yüngülləşdi. Bayaqdan bütün əzalarını sarmış gərginliyi də nisbətən azaldı. Yadına düşdü ki, elə hər dəfə hirsi hikkəsi bu darvazaya kimi bəs edir. Evdən uzaqlaşdıqca sakitləşib özünə gəlir və həmişə də son sözü taxta qapı deyirdi. Taxta qapı zərblə çırpılandan sonra bir neçə kərə də özü-özünə açılıb örtülürdü. Bəlkə də öz dilində söyüş söyürdü. Lap elə yaxşı eləyir, qoy söysün. Qapının söyüşlərinə ürəyində haqq qazandıra-qazandıra bir neçə saatlıq ömrü qalmış xəstənin yatdığı evə tərəf kəndin aşağı başına doğru addımladı. Yol boyu xəstənin indiki vəziyyətini xəyalında canlandırdıqca dəhşətə gəlirdi. Yəqin indi saniyələri sayır, deyə düşünürdü. Bəlkə heç həkimin dediyindən özünün xəbəri yoxdur. Təki belə olsun. Yoxsa necə, hansı sözlərlə onu ovundurmaq olar? Məyər belə məqamda adama təsəlli vermək mümkündürmü? Bəs görəsən xəstənin yanına gedənlər bu mümkünsüz işin ölçüyə gəlməz ağırlığını duyurlarmı? Həyətdə bir-iki adam durub söhbət edirdi. Elə bir ciddi narahatlıq hiss olunmurdu. Ürəyində dünyanı göz qırpımında yandırıb yaxan arvadının qarasınca deyindi. Tanışlarla dilucu salamlaşıb evə keçdi. Yol boyu gələ-gələ sifətinə elə bir kədər çökmüşdü ki, deyərdin indicə matəmdən çıxıb. Fikirləşdi ki, yəqin xəstənin yanındakılar da elə-belə əhvalda olarlar. Amma oturanların hətta deyib güldüyünü görəndə bir qədər çaşbaş qalsa da tez özünü ələ ala bildi. Yaxınlaşıb əvvəlcə xəstə ilə, sonra da qonaqlarla görüşdü. Boş stullardan birini götürüb lap çarpayının yanında, xəstənin sol böyründə oturdu. Söhbətə mane olmamaq üçün sakitcə hal-əhval tutdu. "Çox sağ ol, əziyyət çəkirsən. Bugün biraz yaxşıyım. Darıxmayın, inşallah tamam sağalıb ayağa duracaqsınız." Ürəkdirək verməyə daha söz tapmadı. Az qaldı ki, desin həkimlərə inanma, bir sözdür də deyib. Elə heç nədən hayküy salmağı xoşlayırlar. Sözü güclə dilindən qaytardı. Yoxsa peşmançılığından ömrü boyu qurtara bilməyəcəkdi. "Allah el-obaya bərəkət versin, canınıza xətər toxunmasın. Məni ki tanıyırsan, bir yerdə durmağa hövsələm çatmır.
İnanmıram ki, bu 2 həftədə yorğan döşəkdə yıxılıb qalan mənəm. Allah səndən də razı olsun. Heç bilmirəm gün necə keçir, axşam nə vaxt düşür. Bir də ayılıram ki, gecədir, yatmaq lazımdır. Elə sevinirəm ki, bir günümü də başa vurdu. Bədənindən soyuq gizildi keçdi. Bilsəydi ki, keçən hər gün onun üçün əsrlərdən qiymətlidir, onda su qiymətinə itirdiyi saatlarına, dəqiqələrinə belə ürək dolusu sevinməzdi. Bu it oynadan Vəliyə ömrü boyu borclu qaldım. Sağaltsa elə onun zarafatları ayağa qaldırar məni. Neçə gündür burada day, oyun qalmayıb ki, çıxartmasın. Kənddəkilərin hamısına min cür şəbədə qoşur. Buradakılar qurtaranda əl atır rayondakı tanışlarına. Vallah, pulsuz tamaşa verir cəmaat üçün. Doğrusu nə qədər çalışsa da fikrini toplayıb həftə becər söhbətlərə qulaq asa bilmirdi. Və həm də bu zarafatların hamısı ona mənasız görünürdü. Yəqin arvadı fikirlərindən xəbər tutsaydı, yenə sözünü kəsib deyərdi. Qurtdalayıb hər şeydə məna axtarmağın xeyri yoxdur. Dünya belə gəlib, belə də gedəcək. Sən onu dəyişə bilməzsən. Bala, gözümə fikirli dəyirsən. Xətrinə dəyməsin, xasiyyətini biraz dəyiş. Hər xırda para şeyləri ürəyə salmaq olmaz. Valla, elə dünyanın bir tərəfini boş saxlamaq lazımdır. Yoxsa yükünü çəkə bilməzsən. Qardaş oğlu, təzə işin nə tərdi? Öyrəşə bilirsənmi? Hər işin başlanğıcı biraz çətin olur. Sonra vərdiş etdikcə yoluna düşür. Çayını iç, soyutma. Qarşısında qoyulan kətili, üstündə buğlanan çayı görəndə lap çaşdı. Nə vaxt gətirdiklərindən xəbəri olmamışdı. Çaşqınlığını gizlətmək, bir qədər arxayın düşünmək imkanı əldə etmək məqsədi ilə stəkana əl atdı. Yenə də üzücü fikirlər uzun illərin həsrətliləri kimi qaçıb ətəyindən yapışdı. Görəsən bu qədər adamın ikiyüzlülüyünə haqq qazandırmaq olarmı? Niyə yalandan deyib gülürlər, bilə-bilə bu yazıq xəstəni aldadırlar? Başa düşürəm, insanın ümidini qırmaq olmaz, ancaq bunun da bir həddi olmalıdır axı. Bəlkə elə həqiqəti açıb demək daha düzgün iş olar. Qoy bu yazıq da ömrünün son saatlarının beləcə boş-boşuna ötüb keçməsinə uşaq kimi sevinməsin. Bəlkə məhz belə məqamlarda deyiləsi, açılası olan arzusu, diləyi var ürəyində. Onsuz da boyu göz qırpımı ilə ölçülən axır anlarında öləcəyini biləcək. Onda da amansız vaxt fürsət verməyəcək ürəyini boşaltmağa, doyunca düşünməyə. Bəlkə açıb hər şey deyim. Yox, heyf ki, bacarmaram. Açıb həqiqəti danışsam, nəticəsi necə olur? Görəsən Vəli tanışlara şəbədə qoşmağına davam edəcək, yoxsa ikiyüzlülüyünə görə xəcalət çəkəcək, rədd olub gedəcək buradan? Dünyanın işinə bax da, ömrünün ən qiymətli anlarını da bir çürük qoza alıb havaya sovuran adama özünü borclu sayır bu zavallı. Bəlkə heç nə demək lazım deyil. Azmı olub həkimlərin yanıldığı, bəs onda doğruçuluğu ilə kişini diri-diri qəbrə qoymağını kim ona bağışlayar? Əzabından ömrü boyu qurtara biləcəyimi? Beyni lap kütləşdi. Qəti nəticəyə gələ bilmirdi. Son hökmünün doğruluğuna inamı olmayan, qətiyyətsiz hakim kimi bir-birini al-qana boyayan 2 rəqib arasında çaşbaş qalıb, heç hansına üstünlük verə bilmirdi. Birdən yadına nə vaxtsa oxuduğu kitabdan bir epizod düşdü. Ölümə məhkum edilmiş gəncin kamerasına keşiş gətirirlər ki, onun əzablarını yüngülləşdirsin, onu ölümə hazırlasın. Bir vaxtlar möhkəm təsirləndiyi bu səhnə indi ona dərk edilməz və biraz da gülməli göründü. Necə yəni ölümə hazırlamaq? Bax, indi bu zavallı kişinin yaşamaq arzusunu hansı sözlə əvəz etmək olur? Yox, onda əsəri oxuyanda əsəbləri dözməyib kitabı divara çırpmışdı. Yazıçının təsvirinə, keşişin sözlərinə də inanmışdı. İndi ona belə bir vəzifə tapşırsaydılar, öhdəsindən gələ bilərdimi? Yox, min kərə yox. Hələ ortada heç nə olmaya bir söz tapıb deyə bilmir. Qaldı ki, bayaq hələ işdə olanda arvadının zəngindən sonra canını bu qorxu almışdı. Ona elə gəlmişdi ki, xəstə yanına gələnlərin üz-gözündən həkimin qara xəbərini oxuyacaq. İndi gedib onu ovutmaq, dərdini biraz unutturmaq lazımdır. Dünyanın mümkünsüz işi idi bu. O qədər ağır idi ki, payına düşən bir zərrəni də götürməyə özündə qüvvə tapmırdı. Ona görə də çalışırdı ki, vaxt uzandıqca uzansın, yaxası bu əzabın tilovuna keçməsin. Bayaq içəri girəndə də bacardıqca gözlərini xəstənin baxışlarından yayındırırdı. Sonra yavaş-yavaş öyrəşən kimi oldu. Hələ deyəsən söhbət əsnasında bir neçə dəfə gülümsədi də. Stəkanı ver, qoy çayını dəyişsinlər. Xəstə dedi bunu.
Başında dolanan fikirlər qırğı görmüş sərçələr kimi pərən-pərən düşdü. Özünə gələndə baxıb gördü ki, çaydan vurtut 1-2 qurtum içib. Aclığın varsa yemək gətirsinlər. Uşaqlar təzəcə yeyiblər, elə sən gələndə süfrəni yığışdırırdılar. Yeməyə etiraz etdi. Çayını da qoymadı dəyişsinlər. Dönüb Vəliyə baxdı. Güya ki, söhbətin axırı ilə maraqlanır. Əslində isə durub getməyə bəhanə aramağa başladı. Daha bu cür oturmağı bacarmırdı. Maşallah olsun, dünənkinə nisbətən yaxşısınız. İnşallah bugün sabaha sağalarsınız. 1-2 işim var, icazə verin mən gedim. Axşamüstü qayıdıb gələrəm. Get bala, get, zəhmət çəkib gəlmisən. Dünyadır da, bugündən sabaha etibar yoxdur. Zəhmətini halal elə, qardaş oğlu. Nə danışırsınız, ayəmi, bu sözlərin yeri deyil axı. Dili tutula-tutula dedi bu sözləri. Sizdə nə var ki, belə ümidsiz olmusunuz? Hiss etdi ki, inamsız verdiyi cavabdansa sussaydı daha yaxşı olardı. Qalanları ilə də sağollaşıb çölə çıxdı. Yenə də bayaqki fikirlərin burulğanına düşdü. Bəs mən niyə yalan danışdım? Dediklərim ümid vermək idi, yoxsa riyakarlıq? Elə sadəcə sağollaşıb çıxmaq olmazdımı? Yox, mən belə ölmək istəmirəm. Sifariş verirmiş kimi az qala çığıra-çığıra demək istədi bunları. İstəmirəm belə ölməyi. Məni aldatmaq üçün qoy heç kim dəridən qabıqdan çıxıb ikiyüzlülük etməsin. Onsuz da bütün ömrümüz boyu gah aldada-aldada, gah da aldana-aldana yaşayırıq. Heç olmasa son saatlarımızda yalnız bir üzü olan həqiqətlə, ölümlə təkbətək qalaq. Bəlkə onda insan dünyaya gəldiyi andan axtardığı sualın cavabını tapacaq. Hansısa bir hikməti dərk edəcək. Üzücü fikirlərlə çarpışa-çarpışa bir də gördü ki, mağazadan çıxan arvadı ilə üz-üzə durub. Gəlin ərini başdan ayağa mənalı süzdü. Yəni ki, sən burada nə edirsən? Axı orada xəstənin yanında olmalıydın. Qəti bilirdi ki, ağzını açsa elə bunu soruşacaq. Ona görə də söz deməyə imkan vermədi. Bilirsən, çox otura bilmədim. Hamı o yazığı aldadır. Mən onlar kimi yalan danışa bilmirəm. Cəmaət özünü elə aparır ki, güya heç nədən xəbərləri yoxdur. Bax, mənim öldüyümü qabaqcadan bilsəz, heç nədən çəkinmədən, qorxmadan üzümə deyərsiniz. Son saatlarımda məni tənha buraxarsınız. Kimsənin yalandan ümid verdiyi üçün əzab çəkdiyini görməyim. Arvadının kövrələcəyini güman edirdi. Birdən eşitdiyi qəhqəhə səsi onu diksindirdi. Bilirdim ki, axırda başına hava gələcək. Elə hər şeydə məni axtarmağın nəticəsi belə də olmalıydı. Gedə evə, möhkəm acmısan. Ona görə də ağlına qaraqura fikirlər gəlir. Sən zarafata salma, o yazığı elə inandırıblar ki, güya sağalıb ayağa duracaq. Bəs nə desinlər? Desinlər ki, dünən ölmüsən, sabah da üçündür. Kişinin ürəyini dirikən partlatsınlar. Yazıq sənsən ki, hər şeyi tərsinə yozursan. İndi bir saat çox yaşamaq onun üçün nəyə desən dəyər. Həm də uşaq deyil, dünya görmüş kişidir. Məgər bilmir ki, bu xəstəlikdən sağalan olmayıb elə? Yadına ayrılarkən xəstənin halallaşması düşdü. Evə qədər daha heç biri dinmədi. Gəlib çatandan sonra arvad yemək çəkdi. Elə 1-2 qaşıq almışdı ki, kəndin aşağısından qışqırıq ağlaşma ərşə qalxdı. Hər ikisi donub bir-birinə baxdı. Handan-hana arvadı dilləndi. Deyəsən keçindi. Bizi yaxşı biabır etdin. Dur geyin. Bunu deyib yaylığını götürmək üçün evə cumdu. Az qala qaça-qaça pillələri enib küçəyə çıxdılar. Arvadı daha yeyin gedirdi. İndicə tənbih olduğuna baxmayaraq, yenə də bu qaça-qaçda bir mənasızlıq gördü. Axı nə mənası var? Güya ki, bir göz qırpımında ora çatsaq, bir köməyimiz dəyər.